Tədbirə başlamazdan öncə vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib. Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri İlahə Haqverdiyeva görüşün əhəmiyyətindən danışıb. Şəhid ailə üzvləri və qazilər çıxış edərək vətən sevgisi, dövlətə sədaqət, vətən müharibəsi zamanı qəhrəmanların göstərdikləri şücaət və igidlikdən danışıblar. Çıxış edənlər eyni zamanda gəncləri Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıblar. Könüllülərin şəhid ailələrinə və qazilərə ünvanladıqları suallar səmimi şəkildə cavablandırılıb. Gənclər artıq bizim gələcəyimiz sayılır. Yəni gələcəkdə hər bir gənc vətənpərvər yetişməlidir. İstənilən bir sahə üzrə, istər müəllimi, həkimi, hər bir şəxs öz peşəsini düzgün şəkildə qiymətləndirib onu irəli aparsa, bu mən elə düşünürəm ki, vətənpərvərlik deməkdir. Bu gün verilən suallar əlbəttə ki, maraqlı suallardır. Mən bu suallar ətrafında çalışdığım qədər biz gənclərimizə tövsiyələr və yaxud digər müharibə ərəfəsində olan hadisələrdən ətraflı danışdı və bu inanıram ki, həm bizim gənclərimizdə vətənpərvər ruhunu yüksəldəcək və gələcəkdə düzgün Azərbaycan vətəndaşı olaraq öz işlərində hər zaman düzgünlük tətbiq edəcəklər. Qazilərimiz və şəhid anaları, qardaşlarına birgə olduq və bu bizim üçün çox xoş oldu. Təbii ki də biz onların ağrısını, acısını heç vaxt dindirə bilmərik, amma onlara xoş suallar və övladları ilə bağlı bəzi suallar verdik, onların xoş xatirələrini yaşatmaq üçün. Biz şəhid ailələrindən görüş keçirdik və bu görüşdə mütəmadi olaraq qazi yoldaşlarımız, şəhid ailələri və şəhid qardaşları bizimlə birgə iştirak etdilər və bizimlə öz təəssüratlarını bölüşdürdülər. Pərvin Səfərzadə, Azər Həsənov, NTV Xəbər.